Anlattık. Ne yok? Ne iş? Bizim yarışmamız aksiya protestantların etiraz aksiyasıdır. Mitinginin davamı kimi acılıqdır. Bu mənada ki, Respublikada ictimai-siyasi vəziyyət gərginliyindən əlavə o dərəcədə kriminogən vəziyyət yaranır ki, əhalinin yaşayışı qeyri-mümkün olur. Qeyri-mümkün olur ona görə ki, oğurluq, banditlik, hətta adam oğurluğu o dərəcəyə çatıb ki, rayon əhalisi gündüz bir qədər hava qaralandan sonra rayona da çıxa bilmirlər, çətinlik çəkirlər. Ümumiyyətlə, çox pis vəziyyətdir. Onlarla Azərbaycanlı bu regiondan oğurlanıbdır, bəzi vəziyyətlər verilir, işgəncə verilibdir. Hətta işgəncələrə dözmü verən vətəndaşlar da var. Bütün bunlar hamısı dözülməzdir. Ona görə də biz buraya yarışmışıq ki, öz tələbimizi bildirək ki, əvvəl ona görə ki, bugünkü gündə bizim uğurlanmış vətəndaşlarımız var. Bir neçə o cümlədən Marinur rayonundan Allah verdi ömrət o vətəndaşlarımızın geri qaytarılması. Birinci tələbimiz. İkinci tələbimiz Gürcistan Respublikasının rəhbərinin buraya gəlməsidir. Ona görə ki... Üzr istəyirəm, Natiqi hamımız tanıyırıq, ömrət o Natiqi. Yəni, bunun özünün siyasi dünya görüşləri bizə bəllidir. Onu da yaxşı bilirik ki, bu hadisə həqiqətən Natiqin dediyi işlər, faktlar hamımıza bəllidir, çoxumuza bəllidir. Həqiqətən cəmaatın səbir kasası dolubdur. Və yəni, buraya yarışmanın da müəyyən mənada məqsədi ondan ibarətdir ki, haradasa bir çıxış yolu tapaq. İndi mən bu bir suala keçməzdən əvvəl, yəni sənin dediyin ikinci tərəfdən əvvəl çıxış yolu nədə görürsən sən? Çıxış yolunu mən, ikinci tələbi mən ona görə demək istəyirdim ki, Respublika rəhbərindən biz tələb edək ki, Respublikada nə vaxt stabilliyin yaranmağından asılı olmayaraq, bizim bu regionda qayda qanun yaratsın. Özü cinayətkarlıqla məşğul olan inzibati orqanların tərkibini təmizləsin. Əgər həmin inzibati orqanlar bizim vətəndaşların təhlükəsizliyini təmin edə bilməyəcəksələr, onda bizim öz əhalimizə imkan yaratsınlar ki, biz özümüz təhlükəsizliyi təmin edə biləcək orqanlar yarada bilərik. Biz özümüz xalq polisi də yarada bilərik, xalq duruşunası da yarada bilərik və vətəndaşlarımızın təhlükəsizliyini də təmin edə bilərik. Ancaq bundan ötəri dövlət tərəfindən bizə icazə verilməlidir, sanksiya verilməlidir, çünki bizim hərəkətlərimizə başqa qiymətlər də verə bilərlər. Bax, bununla əlaqədar mən istərdim ki, Respublika rəhbəri buraya gəlsin və biz öz tələblərimizi ona çatdıraq. Əks təqdirdə biz öz acılığımızı davam edirdik. Oldu. Natiq, mən elə başa düşürəm ki, sən buradakıların hamısını fikrini ifadə edərsən, sadəcə bir sualım var, axırıncı sualdır. Bu adamların uğurlanmasında siyasi motiv görürsən? Mənim şübhəm var ki, dövlət siyasəti səviyyəsində olmasa da, müəyyən Respublikada qeyri-stabilliyin yaranması xatirinə əhalinin milli ruhunla oynamaq istəyən adamların mövcudluğuna mən inanıram və ola bilər ki, burada bu oğurluq faktı, banditlik faktı təkcə pul qopartmaq məqsədi güdməsin. Bu regionda stabilliyin pozulması milli qarşı durmaya gətirib çıxartmaq məqsədi də gülə bilər. Bunu hələ dəqiq aydınlaşdırmaq lazımdır, bu mənim yox, inzibati orqanların işidir. Ancaq hər halda belə bir motivin olmasına ehtimal var. Mən buna inanıram ki, belə ehtimal ola bilər. Ki bu, yalnız oğurluq, pul qazanmaq məqsədindən yox, eyni zamanda bu regionda qeyri-sabit siyasi vəziyyət yaratmaq, qeyri-stabil vəziyyət yaratmaq, milli qarşıdurma yaratmaq, dövlət aparatında korrupsiyanın olmağına da mən inanıram və mafyoz qrupların orada belə bir növ şaxələnib özünə yer tapmasına da inanıram. Və mənə elə gəlir ki, yenə deyirəm, bu Gürcistan dövlətinin
siyasəti deyil, amma Gürcüstan dövlətinin rəhbərliyində olan bəzi şəxslərin siyasətinə daxildir. Bax, belə hadisələr törətmək. Ona görə də fikirləşəm ki, bunun siyasi motivləri var. Bax, burada bir milli əsər əlamət görürsən, yəni ümumiyyətlə nə deməkdir? Aydın məsələdə, əgər 100% oğurlanan hamısı Azərbaycanlıdırsa, bu elə deməli, oğurlanma milli mənsubiyyətinə görə olurdu. Aydın məsələ. Mən ona görə deyirəm ki, burada eyni zamanda, bayaq ona görə mənə sualə cavab verirdim ki, burada siyasi motiv də var. Bunu eləyən adamlar həm ciblərini düşünürlər, həm də ikinci, burada milli qarşıdurmayı yaratmaq istəyirlər. Milli motivi mən burada görürəm ki, milli mənsubiyyətinə görə uğrayırlar. O düzdür ki, onu yaxın günlərdə biz Respublika rəhbərinin burada iştirak edən bəzi nümayəndələrinə də bildirdik ki, bir nəfər də olsun, başqa millətdən burada uğranan yoxdur, ancaq Azərbaycanlılara qarşıdır. Ümumiyyətlə, dövlətin, hökumətin, əlaqədar orqanların, Azərbaycanlıların problemlərinə, taleyinə biganə yanaşırlar. Məhz ona görə də mən burada aclıq eləyənlərin içində belə tam ürəklə axıra qədər oturmaq əzmindəyəm ki, Respublika rəhbərini bura dəvət edək və bu məsələyi ona bildirək. Mən də o fikirdəyəm. Və ona soruşmaq istəyirəm ki, cənab Şeverladze, niyə başqa yerlərdə bu şey yoxdur? Yəqin ki, onun qarşısını alırsınız, yoxdur. Niyə başqa, hətta Gürcülər yaşayan yox, başqa millətlər yaşayan rayonlardan bu qədər oğurluq faktı yoxdur, ancaq Azərbaycanlılar yaşayanlardan. Yəni ki, özlərinin güc çatmırsa, icazə versinlər, özümüzün güc çatar. Yoxsa hətta nə mənə bilirsən? Əgər Respublika rəhbərliyinin və inzibati orqanların güc çatmırsa, qoy biz o səlahiyyəti versinlər, bizim gücümüz çatar. Respublikada yox, öz regionumuzda onların qarşısını almağa. Amma Respublikada ümumiyyətlə bizi Gürcüstan vətəndaşı kimi onsuz da narahat edir. Mən Tiflisə də getmək istəyirəm, mən Ruslaviyə də getmək istəyirəm, mən hər yerə də getmək istəyirəm və mən ümumiyyətlə onun tərəfdarıyam ki, bütün Respublikada bunun qarşısını alsın. Mən onu deməm ki, bizim gücümüz çatar ki, biz Tiflisdə qarşısını alarıq. Yox. Biz öz regionumuzda tam da olmasa, indikinə nisbətən xeyli siyasi sabitliyin yaranmasına nail ola bilərik. Əgər bizə o səlahiyyətlər verirsə. Biz deyəndə kimləri, nəyləri nəzərə alırıq? Mən biz deyəndə nə özümü, nə özümün arxamda duran konkret siyasi qüvvə. Mən biz deyəndə bizim bütün sağlam düşünə bilən əhalimizi, gənclərimizi, ziyanlarımızı, bütün əhalimizi başa düşürəm. Mən belə başa düşürəm biz deyəndə. Yaxşı, bizim elə bir qüvvəmiz varmı? Qüvvə bizim küçədə yığılan xalqdır. Bütün güc də bu xalqdadır. Onun nəticəsidir ki, bu xalqın nəticəsidir ki, Gürcüstan mətbuatı da reaksiya veribdir, dünən də göstəriblər televiziyada. Bugün səhər deyilənə görə, biz burada olduğumuza görə baxamamışıq, Moskva televiziyası da göstəribdir. Bunun hamısı xalqın gücünün nəticəsindədir. Əgər xalq belə yığılmasaydı, indiyə qədər xalq təşkilat səviyyəsində bir növ, hər hansı bir siyasi təşkilat və yaxud ictimai təşkilat səviyyəsində təşkil olunmadığından bu hadisələrə belə mütəşəkkil reaksiya verməmişdir. Və bu da gətirib, bunun daha da gərginləşməsinə, daha da artmasına gətirib çıxartmışdır. Amma bugün artıq xalqın səbir kasası dolmuşdur və bu hadisə bu kasanın daşmasına səbəb olduğuna görə xalq yığıldı, reaksiya verdi və biz artıq hiss eləməyə başladıq o gücü. Mən indi bugün ona görə artıq deyirəm ki, biz qayda qanun yarada bilər. Əgər bizim xalqımız bugün günlərlə burada durur, ac, susuz, yağışın altında öz tələbini irəli sürə bilirsə, bizim hələ 25 yaşa çatmamış cavanlarımız aclıq elan edib, günlərlə burada durmağa hazırdırsa, deməli, bu gənclər, əgər onlara rəsmi surətdə silah verilsə, onlar gecələrlə də, həftələrlə də küçələrdə durub banditin qarşısını almağa da güclənirlər. Bir halda ki, günlərlə bizim hətta xəstə olanlarımız, qoca olanlarımız yağışın altında, belə çətin vəziyyətdə gəlib orada dayanmağa bacarırsa, gənclərimiz daha çox şey bacararlar. Hamımız elə gəl vermir ki, bax, müəyyən orqanlarda, müəyyən yerlərdə, yəni kimin əlində qüvvə var, kimin əlində imkan var, orada öz kadrlarımızı yerləşdirilməsinə çalışmalıyıq. Hökmən, mən fikirlə razıyam. Milli xarakter verəndə bu hadisələrə niyə bir qədər ehtiyatla danışdım? Ona görə ki, vicdansızlıq olardı bəzi şeyləri deməmək. Məsələn, dünəndən bugünə qədər bir neçə dəfə Gürcü yeri, Gürcü gənclərinə yaxınlaşıb deyənlər var ki, sizlədik. Hətta mən orqanların fəaliyyətsizliyini görəndə bir qədər özümdən çıxdım.
herhalde emosiyona çünkü uğranan büyük benim dayımdı. En yakın adamımdı. Biraz ciddi qəti danışmaya başladım ki, eğer tədbir görmürsünüzsə də mən özüm silah götürüb bu dəqiqə tanıdığım banditləri öldürəcəm, zalojnik götürəcəm, belə deyilədi. Ondan bir qədər keçəndən sonra bana bir neçə hətta gözü gənc yanaşdı ki, biz silahlı sənlə bərabər həmin banditlərlə vuruşmağa hazırıq. Gözdə şahidlərin yanında mənim yanında uşaqları var idi. Yaxınlaşdılar. Ona görə bir qədər vicdansızlıq eləmək istəmirəm ki, deyəm ki, tam belədir. Deməli, bunları da hansısa dərəcəyə çatdırırlar, düzdür, Gürcü uğramırlar. Yəqin ki, nə ilənsə də o banditlər bunları boğaza yığıblar, nə ilənsə bezdiriblər ki, o adam var deyir ki, mən əlimdə silah sənlə vuruşmağa hazıram bir yerdə. Əgər vuruşacaqsansa gedək bərabər. Mən hazıram, bu dəqiqə başında hazır uşaqlarımız oturublar. Gözləyir, əgər elə bir tədbirin olsa, bil ki, biz durmuşuq. Hava hakim yanıyor be. Kalkol buraya. Ne dedi? 200 saat. Hava hakim yanıyor. Size de yarım saat. Adam yanıyor. Yine var mı sen? Kaç nokta gelmiş. Beni kanıtlı. Sen götür. Falan. Bilirsən, bunun bunların əsas çıxmadan səbəblərdən biri nədir? Ki, şuralardan gəlib burada deyir, Tamam öyle. Uzan. Neden öyle işte? Перевожу, когда корреспондент. Ha, korespondent. Anından geldim ben. Ben hadi gerçeksin. Aşağı mı? Hı? Aşağı. Çok aşağı. Aşağıdır. 100 sene kim olana yaraşılı olmazlar ama olar müəyyən bir şeydir. Niyə də? Arzudan yoxsulluqdan olar mı, yoxsa? Həm azlıqdan, həm də ola bilər ki, bu saatın müəyyən bir vaxtına boş bir nerv. Onu sonra şimdi kısaca deməli Şevatman size burada Heydər Əliyev zəng edeyim. Artıq Allah verdiğini bırakıblar. O kadar o Şevatman size Heydər Əliyev. Var da ciddi söhbətlər olub, o söhbətlərlə gene çok şeydə deyəcəm. Ümumiyyətlə belə qərara gəldik ki, bizim Respublikanın dövlət katibi birinci gün gəlir bura. Dağılmayan olsun ki bizim sabah saat 10-11 radələrində dövlət katibi Dadə Şövkət və Gürcistan Devlətinin rəhbərliyi bizimlə görüşəcək. Belə durumda koy. Atı çörək verir, koyun. Aşağı sıkı bırak. Yenə çox xahiş edirəm. Azərbaycanın çox biganə Genciden beri başlamışlar. Kim olabilir? Gidiyor da maşına.
Kim olar belə? Əziz elə onlar. Bizim özümüzü dinləmək istəyir. Ama bu... Bizim yoldaşlar hamısı qeyd elədi tələblərimizi. Ən əsas tələbimiz Gürcüstanda yaşayan Azərbaycanlı əhalinin gürcülər səviyyəsində konstitusiya hüquqlarının bərpa olunması. Bu ən birinci tələbimizdir. Vətəndaş kimi aydın məsələdir. Ancaq ümumiyyətlə açıq söhbət eləmək lazımdır ki, qanuni şəkildə dövlət səviyyəsində vətəndaşların hüquqlarının məhdudlaşdırılması yoxdur. Biz bunu deyə bilmərik ki, Gürcüstan dövləti bizim qanunla hər hansı hüququmuzu məhdudlaşdırdı. Ancaq regionda son dövrdə elə bir yeridirən səhv kadr siyasətinin nəticəsində hüquq mühafizə orqanlarının fəaliyyətsizliyi və özlərinin cinayətkarlığa yuvarlanması nəticəsində elə bir şərait yaranır ki, hər bir Azərbaycanlı özünü küçədə, evdə, ümumiyyətlə məişətdə sərbəst vətəndaş kimi aparmaqdan çəkinir. Bax, bütün bunlara son qoymaqdan ötəri biz dövlət rəhbərindən görüşmək istəyirik. Tələb edirik ki, Şevirnazi bizim xalqın bu hisslərinə hörmət eləsin, xalqın bu səsini eşitsin, gəlsin, onları dinləsin və birinci növbədə Azərbaycanlıların burada hüquqları bərpa olunsun, hüquq mühafizə orqanlarının fəaliyyətsizliyinə, öz başınalığına, cinayətkarlarla əlbir olmasına son qoyulsun, ümumiyyətlə onların tərkibi tamamilə dəyişdirilsin və yeni yaranan hüquq mühafizə orqanlarında prokuratorlardan da istifadə olunsun. Şevirnazi gəldikdən sonra isə xalqın digər problemləri də var, onları mən indi ayrıqda yox, xalqla birlikdə qeyd etmək istəyirəm. Mən bir dövlət katibi yox, bu xalqın evladı kimi bu günləri sınırlıdır. Bu günləri Azərbaycan çox gərgin, böhran, çətin vəziyyətdədir. Onu hamınız bilirsiniz. Demək olar ki, bəlkə tarixin ən faciəli səhifəsidir. Bu günləri Azərbaycanın keçirdiyi anlar. Bizim 20%-dən çox torpaqlarımız işğal olur. Və belə bir məqamda bu günləri mənim bura gəlməyim, siz gələk özünüz qiymətləndirəsiniz. Və Prezidentin Əliyevin bu günləri mənə tapşırığı və mənim bura istəyim ki, mən gəlib sizi görüm. Sizin güzarınızı, sizin vəziyyətinizi özünüz bilin. Belə bir ağır vəziyyətdə Respublikada bugün mənim bura gəlməyimi özünüz qiymət verin. Ona görə başa düşün ki, siz bizim üçün doğrudan da çox əzizsiniz. Bir xalqı, bir ailəyik və siz arxalısınız. Sizin arxanızda böyük Azərbaycan xalqı var. Sizin arxanızda bizim bugünkü prezident demək olar ki, bəlkə dünya miqyasında tanınmış bir siyasətçi var. Bizim gümanımız, ümidimiz bilirsiniz ki, bu günləri onadır. Və belə bir məqamda bu faciəli dövrü yaşamaq da böyük məsuliyyətdir. Böyük məsuliyyətdir. Buna gələk bizim səbrimiz olsun. Buna gələk bizim məntiqimiz çatsın. Bunu gələk biz təhlil etməyə bacaraq. Mənim bütün məlumatım var burada sizin vəziyyətinizdə. Prezidentin Heydər Əliyevin də məlumatı var. O çox niyarandır sizdən. Çox niyarandır. Və bir günləri mən buradan indi gedib Şevarnadze ilə görüşdən sonra o gecə də olsa gözləyir ki, mən gəlim deyim, burada yaşayan bizim əhalimiz, burada yaşayan bizim xalqımız nə vəziyyətdədir. İnanın mənə, bizim hamımız çox narahatıq sizə görə narahatıq. Vəziyyətdən bütün məlumatım var ki, Gürcüstanla Azərbaycanın tarixən heç bir münaqişəsi olmuyor. Biz tarixən bir ailə kimi böyümüşük. Siz baxın, neçə bizim oğullarımız, dahi oğullarımız burada yaşayıblar. Gürcüstan bizim üçün doğma vətəndir.
ve bir günleri ben istemem ki Gürcistan sizin için vətən olmasın, sizin için doğma olmasın. Burada bizim atalarımızın, babalarımızın ruhları var. Ve ben istemem ki bir günleri bunları hamısını koyak deyək ki yok, biz buradan giderik. Bu düzgün değil. Ve siz bunu gerek düşünesiniz. Ne badə, ne badə. Ben sizinle səmimi danışıram, bir ana kimi, bir bacı kimi. Ne badə siz bu saat koyasınız ki, Gürcüler Azərbaycanlılara belə baxmadılar, elə baxdılar. Bu söhbət olmamalıdır. Bu söhbət olmamalı. 1000 illik bizim tariximiz var. 1000 illik bizim bir yerde yaşayan tariximiz var. Ve bu 1000 ildə bizim aramızda münaqişə olmuyor. Ve bir gün niye göre bu münaqişə olmalıdır? Bugünləri bilirsiniz ki, Gürcistanın dövlət rəhbəri Eduard Abrosevich Şevardnadze, o da təzə gəlir. Onun da işi çox gərgindir. Heydər Əliyev də yeni gəlir. Siz bakın ki, bir günləri ayın 10'unda, oktyabrın 10'unda Heydər Əliyev prezident kimi öz işine başlayır. Bir günləri heç bir ay keçir. Ve bir günləri onun narahatçılığı, benim narahatçılığım bizi getirdi bir günləri bax bura, Marnauliyə.